Hər vaxtınız xeyirli olsun. Ölkədə toxumçuluq və balıqçılıq sahələrinin hüquqi bazası təkmilləşdirilir. Bununla bağlı 2 qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Həmin qanun layihələri bugün Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında müzakirə olundu. Çıxışlarda da qeyd edildi ki, ölkədə hər iki sahədə, həm toxumçuluq, həm də balıqçılıq sahəsində inkişafa nail olunub və eyni zamanda bu istiqamətdə müxtəlif tendensiyalar formalaşıb, həmçinin beynəlxalq sahədə hüquqi sənədlər qəbul olunub ki, Azərbaycanın da qanunvericilik bazası həmin sahələrə uyğunlaşdırılmalıdır. Qeyd edək ki, toxumçuluq haqqında mövcud qanun layihəsi 1997-ci ildə, balıqçılıq haqqında mövcud qanun layihəsi isə 1998-ci ildə qəbul olunub. Həmin müddətdən sonraki illərdə isə Azərbaycanda hər iki sahədə həm müxtəlif proseslər həyata keçirilir və həm də eyni zamanda inkişafa nail olunub. Onu da qeyd edək ki, Azərbaycanda bu çıxışlarda da qeyd olundu ki, Azərbaycanda son zamanlar xüsusilə də qida təhlükəsizliyinin təminatı sahəsində prioritet sahədir ki, hansı ki ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı müxtəlif addımlar atılır və eyni zamanda qarşıya hədəflər qoyulub. Həmin hədəflər də bu sahədə hüquqi bazanın təkmilləşdirilməsini zəruri edir. Qanun layihələri birinci oxunuşda komitə iclasında müzakirə olunarkən hər iki sənəd məqbul sayıldı. Və eyni zamanda daha bir neçə hüquqi sənədə dəyişikliklərin və əlavələrin olunması təklif edilir ki, həmin sənədlər də komitə iclasında müzakirəyə çıxarıldı və plenar iclasa tövsiyə edildi. Bizim bu saata çatdıracaqlarımız bu qədər, amma bizim geniş reportajımızda olacaq ki, biz xəbərlərin növbəti buraxılışında həmin reportajı da tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.